Aziz tədbir iştirakçıları, hər birinizi xoş gördük. Bayramınız olsun. Yerler heyranınız olsun. Düşmanınız kör olsun. Ta qurbanınız olsun. Azərbaycan, çıraqların gür yansın. Xalqımızın ürəyində nur yansın. Mərd oğullar keşiyində dayansın. Yolun haqdır, gözün toxdur millətin. Həqiqətə ölüm yoxdur millətin. Üzərindən qara yellər əsməsin. Ana yurdum Azərbaycan elləri qapınızda şadlıq ayaq kəsməsin. Xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, heç olmasın bir qəmin. Ana yurdum Azərbaycan torpağı bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı. Dalğalansın Türk Turan bayrağı. Azərbaycan İlçilərin xalq şairi Mirvarid Dilbazi. Hər birinizi Mirvarid Dilbazi Poeziya Məclisi adından ürəkdən salamlayıram. Üstüne gün doğsun şəfəq ələmsin. Anam Azərbaycan hər vaxtın xeyri. Yerində göyündə nura beylənsin. Canım Azərbaycan hər vaxtın xeyri. El bilir bu yolun necə gəlmişəm. Gündüzlər cəhd edib gecə gəlmişəm. Məkkə çən boynuma həcə gəlmişəm. Əllərim Kabənin daşına dəyir. Anam Azərbaycan hər vaxtın xeyri. Qoru daşını da yar başından. Bir turan yaransın od naxşından. Buta diləyindən, el alxışından. Görün bayrağına dünya baş əyir. Anam Azərbaycan hər vaxtın xeyri. Salam Azərbaycan hər vaxtın xeyri. Mənim əzizlərim, bugün çox bir əziz gündür, müqəddəs gündür. Azərbaycan Kəlağayısı günüdür və Kəlağay bayramıdır. Kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyasına daxil olmuşdur. Beləliklə 26 noyabr Azərbaycan Kəlağayısı günüdür. Azərbaycan Kəlağayısı gününü Kəlağay bayramı kimi qeyd etməyi Azərbaycanın bütün bölgələrində qarşımıza məqsəd qoymuşuq və şükür Allaha ki, nail olmuşuq. Səadət Buta, Sazın Sözü Butasının təşkilatı, Aşıq Pəri Məclisinin qurucularından biri, Gürcüstanın Şərəf Ordenli şairi bərabər Gürcüstanda Kəlağay bayramları keçirdik. Sankt-Peterburqda, Moskvada Kəlağay bayramı keçirdik. 2019-cu ildə elə bu məkanda sazlı sözlü qızlarımızla bərabər Kəlağay bayramının keçirilməyinin ideya müəllifi kimi çox qürurluyam və fəxr edirəm ki, Kəlağay bayramını hər yerdə qeyd edirlər. Çox qürur vericidir mənim əzizlərim. Azərbaycanımızın birinci xanımı Mehriban xanımı sazımızı, muğamımızı, Kəlağayımızı dünya səviyyəsinə çıxartdısa da, ürəklərə naxış-naxış güllü tumarlı Kəlağayı naxışladı. İnanın, mən kəndi gedəndə ömründə başını örtmən Kəlağayı istəyir. Nişanlı qızlara Kəlağayı yapardı. Bütün aləmə Kəlağayı bayraq elədi. Çox sağ olun Güllü xanım. Allah sana daha da eşq və qüdrət və güc versin. Mənim əzizlərim, vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda qanından, canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəli sükutla anlayalım. Salam olsun şəhidlərimizin ruhuna. Rəhmət sizə ey şəhidlər, yurd uğrunda şirin candan keçənlər. Dövlət himnimiz səsləndirilsin.
Bala var yollara tikip gözünü, yar var sökemeyip yara özünü, çoxunun bostanı əkli qalır. Ey quta, tükənməz qanlı nağıllar, köhlən ayağından töküldü nallar, torpağa dönüftü igid oğullar, ağlar analara şəkli qalır. Ağlar analara şəkli qalır. Qazilərimizi salamlayıram. Salam olsun qazilərimizə. Bütün gedib yanıqdan qayıdan oğullarımız. Sizlərə də bir ömür borcumuz var. Mirvarid Dilbazi yazır ki, bir canım var sizə qurban, Azərbaycan oğlanları. Mərdliyi unutmur dövran, mərd keçdiniz qanlı yolları, ey vətən qəhrəmanları. Düşmən yurtda yurt salmasın, yurt düşmənə qalmasın, vətən oğulsuz olmasın, Azərbaycan aslanları. Adım şair, özüm ana. Mən yazıram yana yana, qan salanı düşsün qana, qana saldı cavanları. Bir canım var, sizə qurban, Azərbaycan oğlanları. Od yurdunun ziyası var, qələmi ilə sirlər açar, mənə səs verir insanlar, yazar zəfər dastanları. Mirvarid Dilbazinin ömrü vəfa etmədi zəfər dastanını yazmağa. Zəfər dastanını bu şəhid anaların oğulları öz qanları ilə yazdılar. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə bu il Konstitusiya və Suverenlik ilidir. Suverenlik ili çərçivəsində 5 illik zəfər bayramımız çox möhtəşəm qeyd olundu. Şəhid analarının, şəhid atalarının ailələrinin qarşısına baş əyirəm ki, bu bayramı xalq ilə bərabər çox möhtəşəm qeyd etdirəm. Təşəkkür edirəm hər birinizə. Mən bu məqamda bu tədbirin araya ərsəyə gəlməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə mənəvi dəstəyə görə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına və sizlərin hər birinə bir-bir təşəkkürümü bildirirəm və çox sağ olun deyirəm.